Baba bu nə gündədir? Yaxşı qabaqda oturan yerə zada düşüb eləməyib. Bu nədir? Töy pas tutub bu çürüyüb. Sən canım bu 124-dür. 2 ayaq altı nədir? Gördüyünüz kimi abifkalar bərbad vəziyyətdə. Bura Samarez, bura Samarez, bura Samarez. Bir sözlə tullantı. Biabırçılıq. Azərbaycanın bütün rayonlarının torpağı var burada. Buna bax, bu nədir? Bu da bar hissədir, Samarezli, W202 Kuzanlı olmalıdır məncə. Bunlar hamısı yararsızdır. Günümüz bunda torpaq təmizləməklə keçir. Bu qabaq paneli dəyişmirsən. Heç olmasa rənglər qara rəngdə, avtomobil qara rəngdə. W124 layihəsi davam edir. İkinci hissə. Artıq avtomobildə söküntü işləri başladı. Avtomobilin bir qismini demək olar ki, sökmüşük, salon və kuza olmaq şərti ilə. Demək olar bərbaddır. İndi işlərlə sizə tanış edəcəm. Əvvəlki videomuzda dediyimiz kimi avtomobilin vəziyyəti tam gərgindir. İndi avtomobilin salonunu söktük. Salonun ön sərnişin hissəsi gözləmədiyimiz bir nəticə ilə üz-üzə gəldi. Yəni avtomobilin pol hissəsi demək olar ki, tam olaraq çürüyüb, hətta yeri görsənir. Avtomobilin salon və bagaj hissəsi mənşəyi bilinməyən kabellərlə doludur. Təbii ki, biz bu avtomobildə yenidən tam olaraq elektrik işləri görəcəyik. Adətən 124 kuzalarda sağ arxa və sol arxa qanadların içərisində çürümələr olur. Bunda da var. Sonda düzəldəcəyik. Avtomobilin ətrafında olan plasmas detallar gördüyünüz kimi hamısı yararsız, ya çatda, germetkalı, hətta oturulan yerlərdə germetkalıdır. Bunların hamısını ya yenisini alacağıq, yenidən bərpa edib üzərinə yığacağıq. Gördüyünüz kimi avtomobildə artıq 75% söküntü işləri görülüb, bundan sonra da davam edəcək. Bu layihə maraqlı layihədir, hətta mən özümə də maraqlıdır. Gələn videolarda avtomobildə görüləcək işləri yenidən sizlərə göstərəcəyik. Bizi izləmədə qalın.